Paytaxtın Xəzər rayonunda ağır yol qəzası baş verib. Hadisə sentyabrın 28-i saat 17 radələrində Buzovna qəsəbəsində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Bakı sakini Aydın Gülağaoğlu Nəcəfovun idarə etdiyi BMW markalı 10 SG 477 nömrə nişanlı avtomobil daş hasara çırpılıb. Ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilən Nəcəfov gecə saatlarında həyatını itirib. Rayon Polis İdarəsi tərəfindən baş vermiş faktla bağlı araşdırma aparılır. Sumqayıtda da ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Doğru Xəbər Azərbaycan bildirir ki, axşam saat 21 radələrində Hacı Zeynalabdin qəsəbəsində yerləşən yataqxanada yaşayan 1984-cü il təvəllüdlü Yeganə Qasımova ümumi hamam otağında yerə yıxılıb. Baş nahiyəsində xəsarət almış qadın yerindəcə ölüb. Baş vermiş hadisə ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.